Salam əziz izləyicilər, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Hər birinizi salamlayıram. Belə çox gözəl yaz günəşi çıxıb. Mən də səhər dedim işlərimi bitirim. Bugün planımda kartof əkməkdir. Hava çox qəşəng günəşlidir. Bu artıq əslində solmağa doğru gedirdi. Amma balaca qızım bunu tamamilə belə parçalayıb tökdü. Amma bu gündən günə belə qəşəng açır. Bunun başqa rəngini də almaq istəyirəm. Çox gözəldir. Hələ doludur belə açılmayan. Hələ çox güllər belə açar. Bugün nə istəyirəm? Badımcan yeməyi bişirim. Gedim baxım. Buzluqdan istəyirəm çıxarım. Mən dəhşət badımcan xoşlayanam. Bu neçə illərdə çox badımcanı necə qışa saxlamaq olar. Belə necə deyim, həm bankalarda, həm başqa, yəni kimdən nə görmüşdümsə eləmişdim, amma ən mənim üçün dadlısı, yaxşı qalanı bu üsulla hazırlanandır. Bunun ləvəngi üçün eləmişdim. Həm bu azca pörtlədib daş altına qoyulan bitib artıq bu qalıb. Bu biberdir, dolmalıq. Burada şey olmalıdır. Bu qarğıdalıdır. Bu da çox məsləhət görürəm. Qarğıdalını buzluğa qoymaq çox yaxşı olur. Həm yemək üçün, həm nələrəsə əlavə etmək üçün çox yaxşı qalır. Bu da içi çıxarılmışdı. Bunu da 3 bacı dolması üçün falan qoymuşdum. Bu da yaxşıdır. Mən patlıcanla biberini götürürəm. Pomidor. Bunu birazdan hazırlayarım. Səsimə fikir verməyin. Səsim bu bayram çərəzləri və şirniyyatlarından sonra dəhşət səsim batmışdı. Boğazım ağrıyırdı. Uşaqlar yemək olaraq pomidor yumurta istədilər. Mən də indi onlara pomidor yumurta hazırlayaram. Bunu özüm bağlamışam. Pomidor kababı. Çox qəşəng, çox dadlıdır. Bunun resepti kanalımda da var. Yayda hazırlamışdım özüm. Sadəcə olaraq indi düşünürəm ki, gərək çox bağlayaydım. Həm yeməklərdə, həm pomidor yumurta üçün idealdır. Nə duzludur, nə çox nə turşdur. Yəni çox qəşəng alınıb bu. Mən artıq qabıqlarını çıxartdım. Bir səhvim oldu ki, qabıqla bankaya yığdığım zaman qabığım yığmalıydı. Amma artıq qabıqlandı. Bişirənkən qabığın yığmalı oluram, çünki bizdə qabığını xoşlamırlar. Budur, artık hazırdır. Bu
kadar rahat. Sesime göre üzürlü sayın. Bayram çərəzlərindən yediyim üçün səsim dəhşət batıb. Səhər yeməğini yedik. Günorta yeməğini də ocağa koydum hazır. Yollanıram bağa. Yeməyin ayrıca reseptini çəkmişəm. Onu ayrıca paylaşaram. Burada həyətdə yediyim qaloşları bağda yediklərimlə əvəz edirəm. Pelimi götürüb gedirəm kartuşkamı əkməyə. Mənə bağ işlərində ən çətin gələn nədənsə kartof əkimidir. Bilmirəm niyə, amma o iş mənə çox çətin gəlir. Nə qədər pelləsəm, hansı tərəvəzləri əksəm də o kartof mənə ən çətinidir. Onu əkim. Balaca soğanlarım var, onu da əkmək istəyirəm. Göy soğan olsun deyə. Sonra biraz turpi rediskam var. Onları da deməli yerə səpim. Gələn aya artıq yeməli olarlar. Və axşama artıq hazırlaşmalıyam. Çünki nişana getməliyəm. Burada da istədim təbiətin biraz gözəlliklərini çəkim. Kəndin necə gözəl olduğunu. Kəndi buna görə çox sevirəm. Əsasən də yaz və yay aylarını. Ətraf sanki möcüzəvi olur. Hara baxsan gül, çiçək olur. İndi bağlarda əkinlər əkildikdən sonra tərəvəzlər, ətraf hamısı yamyaşıllıq olar, bolluq olur. Ona görə də kəndin ab-o havasını, yaşamını çox sevirəm. Bu da yapon əzgillərimdir. Adının hardan gəldiyi mənə çox maraqlıdır. Yaponiyadan mı gəlib bu ağac? Belə yapon əzgili deyilir, yoxsa nədirsə? Bu əzgili çox xoşlayıram. Özüm əkmişəm. 5 il idi əkmişdim. Bu il ilə artıq bu illəri bar verib. Bu da sizinlə elə əkdiyim ərik, balaca ərik bu ağaclarıdır. Onlar da tutublar. Başlayıb artıq yarpağını çıxartmağa, yaşıllaşmağa. Və pelimi götürdüm, yollanıram işimə. Burada ailəcək əl-ələ verib, kartuşkanı əkirik. İlk öncə tək girdim bağa, sonra ardıca da ailə üzvləri bir-bir gəldilər, başladılar gəlməyə. Köməkləşdik, əkdik. Əslində baxanda kartuşka, belə deyim də, qaynatam deyir, ən asanıdır. Yəni əkdin, üstünü örtdün, 1-2 dəfə suvarırıq, bir dəfə, 2 dəfə pellədiksə o olur. Yəni qoydun torpağa qutardı da, yəni o dərəcədə də çətin deyil. Amma nədənsə mənə görə isə çox çətindir ya, ilk iş olduğuna görə, yəni bağın ilk işi olduğuna görə mi çətin gəlir, yoxsa necəsə çətin gəlir. Burada da arıları çəkmişəm. Bu arıların bu güllərə qonmağını çox xoşlayıram. Hərdən qalıb belə özüm saatlarla deməyim, belə dəqiqələrlə seyr edirəm. Bu belə mənzərəni çox xoşlayıram. Bəs sizlər necə? Bağ işlərini xoşlayırsınız? Yəni rayonda yaşayanlar, kənddə yaşayanlar, bağda işləyirsiniz və ya bağınız varmı? Bu işləri sevirsinizmi? Bağ işləri ilə məşğul olmağı. Elə insanlar tanıyıram, yəni elə xanımlar tanıyıram ki, kənddə yaşasalar da bağ işlərini heç xoşlamırlar. Yəni bağa girmirlər, hər şeyin hazır alırlar. Deyirlər ki, bağ işi mənlik deyil və ya elə xanımlar var ki, torpaq və ya hansı otlar əlinə dəydikdə allergiya falan verir, dəriləri pisküyünə qalır deyə bağa girmirlər və ya işçilər tuturlar, bağ işlərini gördürürlər. Amma mən özüm əkib becərməyi xoşlayıram. Əsasən də əkdikdən sonra cücərir, başlayır hansısa tərəvəzlər artıq gül açır, tərəvəzlər görünür. Belə səhər açıldıqda, əsasən də yayda gedib bağı gəzməyi xoşlayıram. Anamda görərdim əvvəllər. Mənə çatmazdı da o, belə qəribə gələrdi ki, anam düşərdi, bağı bir tərəfdən girərdi, digər tərəfdən çıxardı da belə. Bağı kruqa vurardı, hər əkdiyinə baxardı, nazınc eləyərdi. O mənə nəzərsə çatmazdı, amma indi özüm əkirəm və insan öz əkdiyi, öz zəhmətinin, necə deyim, bəhrəsini görəndə çox xoşuna gəlir. Bu da həyətimizin bəzəyi, həyətimizin pişiyidir. Biz bağda işləyirik deyə, o da gəlib, çərilib burada otlar üstə bizlərə tamaşa eləyir. Əldən gedir də, onu belə evirib, çevirib, oynayasan onunla. Ümumiyyətlə, heyvanları çox xoşlayıram, amma pişiklər bir yana, pişiklərdən ötürü ürəyim gedir. Əlimdə olsa, hətta evdə də saxlayardım, amma yoldaşım icazə vermir. Bu da şaftalı ağaclardır. Bunlar da gül açıblar. Kartof əkməyimizi bitirdik. Kartof əkərkən gördüm ki, kinkan ağaclarında
tək-tək görünür sarı kinkanlar. Nəsə nəfsim çəkdi. Bitirdikdən sonra yollandım ki, dərəm özümə. Amma burada girirəm. Nəsə yəni uzaqdan görürdüm, amma bura girdikdən sonra ağacların içinə nəsə gözümə dəymirdi. Biraz gəzdikdən sonra nəhayət ki tapdım və biraz dərdim özümə. Artıq vaxtları keçibdi, yəni artıq çoxdan da ağacdadılar deyənə. Əslində bu biraz turşu olur. Elə qabığı ilə yeyilir. Belə çox qəşəng dadlı olur. Amma vaxtı keçdiyinə görə həm suyu qaçmışdı, həm də dadı biraz elə bil şirin olmuşdu. Yəni o qədər də turş değildi. Əlimə yerləşdiyi qədər dərdim, bağdan çıxdım. Burada çıxarkən də gördüm ki, qızlarım gəlir. Bunlar da özlərinə həyətdəki güllərdən dərib, özlərinə qolbaq düzəldiblər ki, əl bizi də çək. Mən də bunların əllərini çəkdim. Sonra bu kartofun yanında azca yer düzəltdim. Bu anam balaca soğanlar vermişdi, artıq düzəlirdilər. Bunları da əkdim torpağa. Bunların biraz suyunu verdim üzərlərinə. Sonra orada rediskan var idi. Onu da qaynanam vermişdi. Elə onu da yanında səpdim. İnşallah xeyirlisi ilə çıxsın. Burada soğan yanında azca yer də saxladım. İstəyirəm 2 baş sarımsaq da alam. Elə burada əkəm, o da göyərsin. Dərmanlarını da verirəm ki, hansı zərərverici həşəratlar yeməsin. Bircə unutdum ki, rediskanın üstünə qarışqa dərmanı səpəm. Çünki artıq qarışqalar da yerdən çıxır deyənə belə yəni yerə səpilən o dənlər ki var, onları daşıyıb aparırlar yuvalarına, yeyirlər. Yəni nə qədər gözləyirsənsə, görsən, yəni cücərmir, çıxmır, onda aydın olur ki, onu qarışqalar yeyib. Onu unutdum, havalarda elə ertəsi günü yağışlar tutdu, yaddan çıxdı. Elə qaldı, əslində gecikirdim deyə çıxdım bağdan. Ona görə bunlara, bu rediskalara qarışqa dərmanını vermək qaldı, yaddan çıxdı, qaldı. Burada da elə biraz bu daraqla üstündən gedirəm ki, batsınlar torpağa, tez torpağı da düzərsinlər və çıxsınlar. Burada isə badımcan, biber, reyhan, acı biber, şirin biber bunları əkmişəm. Artıq tək-tək başlayır çıxmağa, yəni baxanda, yaxından baxanda görünür. Bilmirəm, inşallah ki hamısı çıxar, çıxmasa gərək əlavə alım, əkim. Yox, əgər hamısı çıxsa elə o mənə bəs edər. Əkdiyim qədəri mənə bəs edər. Ətraf artıq yaşıllaşıb. Bugün günəş çox gözəldir. Bağ işlərim artıq bitdi. Mən də bağdan çıxıram. Bura kimi izlədinizsə, bəyəndinizsə, bəyənib kanalıma abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti vloqlarda görüşənədək mən də artıq yollanıram nişana. Sağ olun.